Salam uşaqlar, bugün buraxılış imtahanı, ümumi sınaq imtahanı 1-in izahına keçəcəyik. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəm ədədlər, rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəm ədədlərinin cəmini tapın. Əvvəla baxırıq, ən böyük 3 rəqəm ədəd hansıdır? 987. Rəqəmləri müxtəlif dediyi üçün mən hər bir rəqəmi müxtəlif seçməliyim. Müxtəlif deməsəydi 999 götürəcəkdim. Amma müxtəlif dediyi üçün 987 götürürəm. Hər dəfə özündən bir vaxt azaltmalıyam. Yine rəqəmləri müxtəlif olan ən kiçik istəyir bu dəfə də. 102. Bunları toplayıram. Cavab olur 1089. B bəndə. İkinci suala baxaq. ABC üçbucağında AD tənbələndir. Bu deməkdir ki, bu iki bucaq bir-birinə bərabərdir. C bucağı 100 dərəcəyə bərabərdir. Yazdıq burada 100 dərəcə. CAD 10 dərəcədir. Dedik axı AD tənbələndir. O zaman CAD bucağı ilə BAD bucağı bir-birinə bərabər olmalıdır. Yəni CAD 10 dərəcədirsə, BAD də 10 dərəcə olmalıdır. Aha, üç bucaq hal-hazırda bu şəkildədir. CBA. A oldu 10 üstəgəl 10, 20 dərəcə. C bucağı 100 dərəcə. B bucağını soruşur bizdən. X topla 20 dərəcə. Topla 100 dərəcə bərabərdir 180 dərəcə. X də bərabərdir 180 çıxılsın 120 dərəcə, yəni 60 dərəcəyə. Üçüncü sualda ifadəsini sadələşdirin. Bilirik ki, bu mötərizənin yerinə vurma işarəsi var burada əslində. Yəni vurmaq lazımdır. X-in üstündə 3 vur 4 vurulsun x üstü 7 bölü x üstü 15. 3 vur 4 12 edir. X üstü 12 vur x üstü 7 bölü x üstü 15. Bilirik ki, əsaslar eynidir, qüvvətlər fərqlidir və ortada vurma işarəsi var. O zaman üstlərini dinləməliyəm, qüvvətləri toplamalıyım. 12 topla 7 19 bölünsün 15. X üstü 19 bölü x üstü 15. Neyinirəm? Çıxıram bu dəfə də. Yadda saxlayın. Vurma işarəsi varsa üstləri toplayıram, yəni qüvvətləri toplayıram. Əgər bölmə, kəsir işarəsi varsa üstləri, yəni qüvvətləri çıxıram. 19 çıx 15 4. Cavab oldu x üstü 4. Dördüncü sual. Xəzər təşlikdə 1-8 sadə, birlikdə isə 6 sadə yerinə yetirir. O zaman İsmail bu işi təşlikdə sadə yerinə yetirir. Belə yazırıq. 2 nəfər var. Biri olsun A, biri olsun B. Bunların elə bil gördükləri saatda ümumilikdə biz 1 saat nəzərdə tuturuq. Və bölürük yekun C-yə və yaxud da ki, bunu X-ə işarə eləyə bilərik. A. Xəzərin gördüyü işdir. B. İsmailin gördüyü işdir. X isə həm Xəzərin, həm də İsmailin birlikdə gördükləri işdir. O zaman Xəzər 8 saata görür. 1 bölü 8, üstə gəl 1 bölünsün B, İsmail'i bilmirəm, bərabərdir 1 bölünsün 6-ya. Çünki birlikdə 6 saata görüblər. 1 bölü B bərabərdir. 1 bölü 6 çıx 1 bölü 8-ə. 1 bölü B bərabərdir. Ortaq məxrəcə gətirirəm. 24. Bunu 4-ə vuram. Bunu 3-ə vuram. 4 çıxılsın 3. Yəni olur 1 bölü B bərabərdir. 1 bölü 24. B bərabərdir 24-ə. Cavab oldu 24. 5-ci suala baxıram. Bu iki bucaq bilirik ki, bir-birinə bərabərdir. Belə yazaq. Bucaq 1, bucaq 3-ə. Bucaq 2 isə bucaq 4-ə bərabərdir. Çünki fikir versək, bu ikisi qarşılıqlı bucaqdır. Həmçində 2 ilə 4 qarşılıqlıdır. Ona görə də bunlar bir-birinə bərabərdir. O zaman baxıram. 1 3 bir-birinə bərabərdirsə, mən demişəm 1-ə alfa. 3 də alfadır. 2 alfam olur 100 dərəcə. Alfa bərabərdir 50 dərəcə. Məndən bucaq 4, yəni bettanı soruşur. Eyni zamanda da mən bilməliyim ki, bu betta ilə alfanın cəmi, baxın bu fiqur, bu xətt açıq bucağı göstərir bizim üçün. Açıq bucaqda da bilirik ki, 2 dənə bucağın cəmi 180 dərəcəni verəcək. Betta topla alfa 180 dərəcədir, alfa 50 dərəcədir. O zaman betta 180 dərəcə çıxılsın 50 dərəcədir. Betta bərabərdir 130 dərəcəyə. C bəndi. 6-cı sualda. Ədədin yarısının yarısı ədədin neçə faizinə bərabərdir? Ədədim olsun 100. Yarısı bilirəm ki 50-dir. 50-nin də yarısı bilirəm ki 25-dir. 100 ədədi neçə faizi 25-ə bərabərdir? Əlbəttə ki 25 faizi. Bunu hardan biləcəm? 25 100-ün 4də 1 hissəsinə bərabərdir. 100 vur 4də 1 25-ə bərabərdir. 4də 1 isə 25 faiz deməkdir. 4də 3 isə 75 faiz deməkdir. 7-ci sualda ifadəsinin ən kiçik qiymətini tapın. Fikir verin, bu tam bir kvadrat tənlik deyildi, yəni belə deyək, müxtəsər vurma düsturuna gətirib çıxarda bilmirəm mən bunu. O zaman belə eləyirəm. X kvadrat topla 6x var. Bunu tamam şəkildə kvadrat tənlikdir. Bunu mən tamlaşdırıram. X üstə gəlsin, hər hansı bir qiymət olacaq, burada indi boşluq buraxdım. Onu mən kvadratı vurub açanda verməlidir mənə x kvadratı topla 6x topla hər hansı bir qiymət. 6 veribsə, burada deməli 2 vurulsun x vurulsun 3 olub ki, mənə 6 verib.
Deməli, burada çoxalacaq. İndi bu mənə nə verir? X kvadratı topla 6x topla 9. Amma məndə 9 yoxdur. Mən 9-u həm gələcəm, həm çıxacam. Ən kiçik qiymət, ən böyük qiymət dərsinə aid bir sualdır bu daha çox. Yazırıq deməli, x toplu 3-ün kvadratı mənə verəcək x kvadrat topla 6x topla 9. Amma məndə, gəlin buranı təmizləyim. Gördüyünüz kimi, məndə bu hissədə 9 yoxdur. Deməli, mən 9-u yox eləməliyəm. Ona görə çıx 9 yazıram bir dənə də. Topla 11. Bunu ona görə yazıram ki, x kvadrat topla 6x topla 11-i mən dəqiq bir şəkildə ala bilim. Doğrudan da bunu vurub açana görəcəyik ki, x kvadrat topla 6x topla 11 alınır. Mötərizəyə alınan bu ifadəni üstündə kubu yazıram. Topla 5. Ən kiçik qiymətdir. Buranı mən 0-a çevirirəm. Mənfi 9 üstəgəl 11. 2 eləyir. 2-nin kubu topla 5. 8 topla 5. Cavab oldu 13. X, Y 7-dir. Bu ifadənin qiymətini hesablayın. Ortaq məxrəcə gətirib yazıram. Biri olur belə, biri də olur belə. X, Y bilirəm ki 7-dir. 7 çıx 1, 6. 7 topla 1, 8. Bölü X, bölü Y. 6 vur 8, 48. Bölünsün X, Y. 7-dir X, Y-də. 48 bölünsün 7. O da bərabərdir. 6 tam 7-də 6-ya. Cavab B bəndi. 9-cu suala baxırıq. Şərtdə baxaq. A kiçikdir 0-dan, 0 kiçikdir B-dən, B kiçikdir C-dən verir. Deməli, A mənfidir. Modul A-dan o zaman çıxacaq mənfi A. Topla. B çıxılsın C. Baxıram ki, B C-dən kiçikdir. Deməli, mən moduldan çıxaranda bu ifadənin yerini dəyişməliyəm. Yəni, mənfi C-dirsə, yerlərini dəyişəndə C olacaq artıq müsbət C, B müsbət C-dirsə olacaq mənfi B. Və C-dan böyüdür. Ona görə problem yoxdur. Olduğu kimi. Qabağında mənfi nəzər almalıyım amma. Çıxılsın C, topla A. Çünki mənfi ilə mənfi müsbət verir. Mənfi C, müsbət C gedir. Müsbət A, mənfi A gedir. Cavab qalır, mənfi B. Məxrəcə ən böyük rəqəm olan düzgün kəsrlərdən neçəsi ixtisar olunmur? Ən böyük rəqəm 9-dur. Yazırıq kəsrləri bir-bir. 9-da 1, 9-da 2, 9-da 3, 9-da 4, 9-da 5, 9-da 6, 9-da 7, 9-da 8, 9-da 9. İxtisar olunmur deyir bizə. 9-da 1 ixtisar olunmur, 9-da 2 ixtisar olunmur, 9-da 3 olacaq, 3-də 1 alınacaq. 9-da 4 olmur, 9-da 5 olmur, 9-da 6 olacaq, 3-də 2 alınacaq. 9-da 7 olmur, 9-da 8 olmur, 9-da 9 olacaq. İxtisar gedir, 1 qalır elə. Deməli, bunu silin, başınız qarışmasın. 1, 2, 3, 4, 5, 6 dənə. Cavabımız oldu Y bəndi. Mənfi 2,9-dan 4,8 ədədlərinin tam hissələrinin hasilini tapın. Müsbət ədəddə 4,8. Bunun tam hissəsi olacaq elə 4. Kəsr hissəsi olacaq 0,8. Tam hissəsi, kəsr hissəsi. Mənfi ədəddə isə tam hissəsi nə verilibsə, ondan bir vaxt çox götürüləcək və qarşısında mənfi işarəsi qoyulacaq. Mənfi 2,9 deyirsən. 2 tam, 2-dən bir dənə çox götürürəm, mənfi 3. Mənfi 3 olur tam hissə, 0,1 olur kəsr hissə. Məndən tam hissələrin hasilini soruşur, mənfi 3 vurulsun 4. Cavab oldu mənfi 12. Keçdik 12-ci suala. A ədədi B ədədinin bölünəni, C ədədi isə D ədədinin bölünəni olarsa, aşağıdakı ifadəni sadələşdirin. Əvvəlcə əbabın açılışını deyək, ən böyük ortaq bölən. Əşabını deyək, ən kiçik ortaq bölünən. Buna fikir verək. Yəni, mən burada çıxardığım cavab bölünən olmalıdır. Burada isə bölən olmalıdır. Və hansının bölən olduğunda mənə verilən şərtə görə müəyyənləşdirəcəm. Baxın, C ədədi D ədədinin bölənənidir. Tutaq ki, D olsun 8. C də olsun 4. Artıq baxıram ki, əşab məndə 8-dir, yəni D-yə bərabərdir. Aha, burası D-dir. A ədədi B ədədinin bölünənidir. A olsun 4. Gəlin, B olsun 8. Və yaxud da başınız qarışmasın, eyni qiyməti qoymayaq. A olsun 2, B olsun 4. Burada sinədə ən böyük ortaq böləndir. Bölən. Ona görə də ən böyük ortaq bölən. Biz B-ni götürəcəyik. Ona görə cavab olacaq. B çıxılsın deyə D bəndi. Daha sonra 13-cü suala baxırıq. Açacağıq 13-cü sualı. X kvadratı çıx 2xy topla y kvadratı topla 4xy bölünsün. 2 hər ikisində də var. Ortaq vuruş kimi çıxardıram. X topla y bərabərdir. X kvadratı mənfi 2 üstəgəl 4 müsbət 2xy
topla y kvadratı bölü 2 vurulsun x topla y bərabərdir. Bu bizə hansı maksimum üstünü verəcək? X topla y-in kvadratı bölü 2 vurulsun x topla y. Bu ikisini ixtisar edirəm. Yuxarıda qalır x topla y, aşağıda isə qalır 2. X-im 0,165, y-im 0,135. Toplayanda olur 1. 2'ye de bölünəm cavab olur 0,5. Yəni B bəndi. Birinci suallarla rastlaşanda bizə hansı qiymət verilib, ədəd verilib? 700. Onu başlayıram vuruqlarını ayırmağa. 2 böldüm 350. Böldüm yine 2'ye 175. 2'ye bölünmür, 3'e bölünmür, 4'e bölünmür, 5'e bölünür. Yazdım 35. 35 5'e bölünür. 7 7'nin de 7'ye böldüm 1. Deməli 700 üstü A bərabər oldu. 2 üstü 2 B. A'nı yazmayaq hələlik. Deməli 2 üstü 2 vurulsun 5 üstü 2 vurulsun 7. İndi isə bunu üstü A'nın ifadə edək. 2 üstü A'nın kvadratı 5 üstü A'nın kvadratı vur 7 üstü A. Yəni x kvadratı, y kvadratı, z. Cavab C bəndi. İfadəsini vuruqlara ayırın. Baxıram 11, 11, 22. 11 vuruğuna ayırıram. Yəni ortaq vuruq kimi çıxardıram. O qalır x kvadrat topla y kvadrat topla 2xy. Bu da bizə hansı düsturu verəcək? X topla y-in mötərizə kvadratı. Cavab oldu C bəndi. İndi buna baxırıq. 3b topla 5a bölünsün ab bərabərdir 7'ye. Olur 3b topla 5a bərabərdir 7ab. Bu qalsın. Keçir indi buranı hesablamağa. 2a üstə gəlsin 6 vurulsun b topla 3b üstə gəlsin 10 vurulsun a. Məxrəcə isə yazıram a vurulsun b. İndi bunu vurub açıram. 2ab topla 6b topla 3ab topla 10a bölünsün yenə ab. İndi baxın. 3ab 2ab mənə verəcək 5ab. Bir də var 6b üstəgəl 10'a. Mən buraya yazmışam ki 3b üstəgəl 5'e 7ab-dir. O zaman 6b topla 10'a nəyə bərabər olacaq? Fikir verin, b-ni 2 dəfə artırmışam. 3 vur 2 6. A-nı da 5 vur 2 10. O zaman 7'ni 2 dəfə artıracam. Olacaq 14ab. Deməli 6b üstəgəl 10'a mənə verir 14ab-ni. Bölürəm ab-yə. 19ab bölünsün ab bərabərdir 19'a. 17'yə baxırıq. Bu ifadənin qiymətini tapın. Qətiyyən yerinə qoymuruq. Vuruqlara ayıracağıq. Deməli, uyğunlaşdırıram. 1 üstəgəl b kubunu ayırıram və b üstəgəl b kvadratını ayırıram. Məxrəcə isə b kvadratı topla 1. Bərabərdir. Bunu vurub açıram. 1 topla b. 1 topla. 1 çıxılsın b. Topla b-nin kvadratı. Topla b-ni bu ifadə üçün ortaq vuruq hesab edirəm. 1 topla b. Bölünsün b kvadratı topla 1. Bunu yazdıq. İndi hər ikisində də 1 üstəgəl b var. Bunu götürürəm. Yerdə qalan ifadələri isə bir mötərizənin içərisində yığıram. 1 çıx b topla b kvadratı, bir də bu b. Topla b. b-lər gedir. Aşağıda yazıram b kvadratı topla 1. Bərabərdir. Mötərizədə 1 vurulsun b. Vurulsun 1 üstəgəl b kvadratı, bölünsün b kvadratı topla 1. Bu ikisi indi gedir. Qalır 1 üstəgəl b. Yəni 1 üstəgəlsin 75. Cavab da olur 76. Keçdi 18'i yazmağa. On 18-ci olacaq deməli. B üstəgəl 7 ədədinin 20% vurulsun 20 bölünsün 100. Yəni 8'e bərabərdir. 20 ilə 100'ü ixtisar edirəm. Qalır aşağıda 5. Yəni b üstəgəl 7 bölünsün 5 8'dir. Yazıram b topla 7 bərabərdir 8 vur 5 40'dır. B də bərabərdir 33'ə. 19'da ilk 20 natural ədəddən neçəsi sadədir? Bir bilirik ki, nə sadə nə mürəkkəb ədəddir. Başlayıram 2'dən. 2, 3, 5, 7, 11, 13, 15, 17 və 19. 4, 4, 8, 8'dən də 1, 9 dənə. 15 sadə deyil, mürəkkəbdə çaşdım 8 dənə. 20-ci suala baxıram. Müxtəsarma düsturunu verib, bu tərəfdə də açılışını verib. Bərabərlikdir sadəcə. Baxırıq. 4 rahat görünür. 4'ün kvadratı 16. Deməli C 16'dır.
Və mx-də nə verir mənə? Mx-in kvadratı. M kvadratı x kvadratı. O nəyə bərabərdir? 9x kvadratına. M kvadratı 9-dursa, m də 3-ə bərabərdir. Daha rahat. Yazıram 3x topla 4-ün kvadratını. 9x kvadratı topla 2 vur 3 vur 4x topla 4-ün kvadratı yəni 16. 2 vur 3 vurulsun 4 də mənə verəcəyinin səni 24x-i. B də deməli oldu 24. Mənə deyir ki, m vurulsun b topla səni tap. Yəni 16 üstələnsin 3 vurulsun 24. 72 üstəgəl 16 88. Keçdik 21-ci suala. Buranı təmizləyək. Deməli, həm sürətdən, həm də məxrəcdən 2-ni ortaq vuruş kimi çıxardıram. Burada qalır 2 üstündə 15 topla 1. Burada qalır 2 üstündə 10, çıx 2 üstündə 5 topla 1. Necə edirik bunda? 2-ni 1-ə vuram, 2 edir. Burası rahatdır. Demişdim, axı mötərizə varsa vurma var. Və hər ikisində əsasları yenidir. Qüvvətləri fərqlidir. Orta vurma işarəsi varsa toplamaq lazımdır. Doğrudan da birinin üstünə 15 gəldi 16 verir. Və yaxud da ki, burada birinin üstünə 10 gələm 11, birinin üstünə 5 gələm 6 verir. İkiləri silirəm, ixtisar edirəm. Yuxarıda qalıb nə? 2 üstə 15 üstə gəl 1. Bunu A kubu topla B kubu kimi yazmalıyam. Onda yazıram 2 üstü 5-in kubu, üstə gəl 1-in kubu, bölünsün 2 üstü 10, çıx 2 üstü 5, topla 1. Bərabərdir 2 üstündə 5, topla 1. Sonra nə edirəm? Bu nasıl necədir uşaqlar? A üstə gəlsin B, vurulsun A kvadratı, çıxılsın A vurulsun B, topla B kvadratı. Yəni 2 üstü 5-in kvadratı, 2 üstü 10, 2 üstü 5-in kvadratı. 5-i vururam 2-yə, 10. Çıxılsın 2 üstündə 5, çünki 2 üstündə 5-i 1-ə vururam, 2 üstü 5. Üstə gəlsin 1-in kvadratı, yəni 1. Məxrəci də 2 üstündə 10, çıx 2 üstündə 5, topla 1. Bu ikisini ixtisar aparıram, qalır 2 üstündə 5 topla 1. 32 topla 1, cavab oldu 33. Daha sonra keçdim 22-yə. Deməli, x kvadratı topla 8x topla 15. Bunu vurğularına ayırıram. X üstə gəl 3, x üstə gəl 5. Amma hardan biləcəm ki, hansı 3-dür, hansı 5-dir? Onun üçün getirəm başadakına. X kubu çıx 27-yə. Bunun vurğularına ayırıram. X çıxıl 3, x kvadrat topla 3x topla 9. Aha. X çıx 3 bu ifadədə deməli x topla s bərabərdir. X çıxılsın 3-ə. S bərabərdir mənfi 3-ə. Bunu vurduq yaddaşa. Keçdik bu ifadəyə. Bizdə nə var o ifadənin yerində? X kvadrat topla 3x topla 9. Deməli k 9-dur. Bu rahat görsənir. M də neymiş? 3. N üstü. Aha, deməli burada da n üstü. O zaman m də 5 imiş. Məndən nəyi soruşur? N vurulsun k, çıxılsın m vurulsun s. N məndə 3-dür. K 9-dur. Çıxılsın m məndə 5-dir, s də mənfi 3-dür. 3 vur 9 27, 5 vur s, daha doğrusu 5 vurulsun 3, 5 vurulsun mənfi 3, mənfi 15. Mənfi ilə mənfi müsbət edir. 27 topla 15, cavab da olur 42. 23-cü sualda 3 bucağı çəkirəm bir dənə. A, B, C 3 bucağı və BD tənbələni var. BD nədir burada? Tənbələndir. Aha. AB 15-dir. BC 21-dir. DC 7-dir. Perimetri soruşur. Perimetri tapmaq üçün mən AD-ni bilməliyəm. Bunu belə yaza bilərsiniz. Tənbələnin xassəsi necə idi? Düstur formasında yazılışı A bölü B bərabərdir. M bölünsün N. Və yaxud da şəklini çəkim elə göstərim mən yaxşısı. Bura A, bura B, bura M, bura N. Ya belə yaza bilərsiniz, ya da A bölü M bərabərdir. B bölünsün N. Yəni görmürsünüz çoxunuz. Bunun buna, bunun da buna. O formada yaza bilərsiniz. Fərqi yoxdur. Amma belə yazıb hesablayanda, yəni ümumiyyətlə böyük qiymətlərlə hesablayanda vaxt itirməmək üçün ən yaxşısı elə yerinizə ixtisarınızı aparın. 15-21 hər ikisi də nəyə gedir? 3-ə bölünür. Bura olsun 5K, bura olsun 7K. İndi bununla bunu, bununla da bunu uyğunlaşdırmalıyam. Yəni 5K ilə X-i 7K ilə də 7-ni bir-birlərinə bərabər olmalıdırlar. Çünki mən ixtisarını aparmışam artıq. Burada da yeni şey eləyəcəkdim. 7 üstü K 7-dirsə K, o 7 üstü K yox. 7 vurulsun K 7-dirsə K 1-dir. Deməli X bərabərdir 5K-dır.
5 vurulsun 1 də nəyə bərabərdir? 5'ə bərabərdir. Perimetrini soruşur. Perimetr bərabərdir. 15 üstə gəl 21, üstə gəlsin 7, üstə gəlsin 5. 36 üstə gəl 12, cavab oldu 48. Daha sonra bu sualda deməli A kiçikdir S-dən, S kiçikdir B-dən. A topla B topla S 21'dir. A, B, S 300'dür. Və bizə belə bir ifadə verib, tənliyi verib. Bunu əvvəlcə ortaq deməli məxrəcə gətirib hesablayıram. Yazıram A topla B bölünsün AB bərabərdir S bölünsün 20'yə. Sərbəst şəkildə vururam. 20 vurulsun A topla B bərabərdir A, B, S. A, B, S 300'dür. 300'ü bölürəm 20'yə. 15. A üstə gəlsin B olur 15. A üstə gəl B 15'dir. Əla. Gətirib buradan da təzədən bunu yerinə qoyuram. 15 bölünsün AB bərabərdir S bölünsün 20. Gəlin səni tapaq birinci. Mənim şərtdə verilib ki A topla B topla S 21'dir. A topla B 15'dir. Deməli S nəyə bərabərdir? 6'ya bərabərdir. Əla. İndi sənin də yerinə onda nə yazıram? 6 yazıram. Aha, 6 AB bərabərdir 15 vur 20 300'dür. A vurulsun B oldu 50. Aha, bu məsələnin birinci mərhələsi idi. Keçirəm ikinci mərhələsinə. Sistem tənliyi qururam. A topla B 15'dir. A vurulsun B 50'dir. Ata bilərsiniz, ancaq ətraflı yazılı telefonunun sualda azsaz balını kəsiləcək. Ona görə ən qəşəng həll edilmişdir. Burada zaten görsəndə ki cavabın biri 10'dur, biri də 5'dir. İndi nə edəcəyik? Əvəz etmə üsulu ilə. A bərabərdir 15 çıxılsın B. A'nın yerinə yazdım 15 çıxılsın B, vurulsun B bərabərdir 50'yə. 15B çıxılsın B kvadratı bərabərdir 50'yə. Hər tərəfi mənfiyə bölürəm. B kvadratı çıx 15B üstə gəl 50 bərabərdir 0'a. B çıxılsın 5, B çıxılsın 10 bərabərdir 0'a. Bərabərdir 0'dırsa deməli B1 olur 5, B2 olur 10. Mən də hardan bilim? B5'dir yoxsa 10'dur? Mənə burada şərt verilib. A kiçikdir S-dən, S də kiçikdir B-dən. S məndə 6'dırsa, deməli B 6'dan böyük olmalıdır. Yəni B5 olmayacaq, 10 olacaq. B 10'dursa A bərabərdir 15 çıxılsın 10. A da bərabərdir 5'ə. A 5'dir, B də 10'dur. A dedi belədin neçə faizini təşkil edir? Belə sualdır, edirəm. A'nı bölürəm B'yə, vururam 100'ə. O zaman 5 bölünsün 10, vurulsun 100. Nəyə bərabərdir? 50%. Sonuncu sual. N parametrin hansı qiymətində bir həddisin əmsal ilə qüvvəti bir-birinə bərabərdir? Əsas burada uşaqların səhv etdiyi məqam odur ki, n sıx 2 götürürlər əmsal olaraq. Əmsal n sıx 2 deyil. Axı burada 2 də var, kvadrat var, qüvvətdə 2 var. Əmsal olur n sıx 2'nin kvadratı. Qüvvəti isə 3 üstə gəlinsin n çıxılsın 1, vurulsun 2. Bunu vurub açıram. N kvadrat sıx 4n topla 4 bərabərdir. Burası nədir məndə? N topla 2, vurulsun 2. 2n topla 4. N kvadrat çıxılsın 6n. Üstə gəl 4 sıx 4 bərabərdir 0. Bunlar da gedir. N vurulsun n çıxılsın 6 bərabərdir 0'a. N1 0'dır, N2 6'dır. N1 bilir ki 0'dan fərqli olmalıdır. Mütləq bu şərti göstərməli ki N 0'dan fərqlidir. Deməli düzgün cavab nə imiş? 6 imiş. Bu qədər uşaqlar, ümid edirəm ki xoşunuza gəlmişdir video. Bəyənməyi və abunə olmağı unutmayın.